Əmirəl-Möminin Ali ibn Əbu Talib əleyhissalamın gözəl bir kəlamını oxumuşdum. Məsum İmam insanları 4 qismə bölür və sonra da 4 qisim olan insanların öz şəxsiyyətlərini də açıqlayır. Məsum İmam buyurur ki, bir adam var ki bilir və bildiyini də bilir. Bir adam var ki bilmir və bilmədiyini də bilir. Bir adam var ki bilmir və bilmədiyini də bilmir. Bir adam var ki bilir, amma bildiyini bilmir. Sonra Əmirəl-Möminin əleyhissalam buyurur, bir adam var ki bilir və bilmədiyini də bilir, o alimdir. Ondan soruşun, öyrənin. Bir adam var ki bilmir və bilmədiyini də bilir, o doğru yol axtaran kəsdir, onu doğru yola yönəldin. Bir adam var ki bilmir və bilmədiyini də bilmir, o cahildir, ondan üz çevirin. Bir adam var ki bilir, amma bildiyini bilmir, o yatan kimidir, onu da oyadın. Ruhumuz ruhuna qurban olsun Məsum İmamın, nə gözəl də buyurub. أدركني بحق لطفك الخفي